Ölkə futbolunda son günlərin ən səs-küylü hadisələrindən biri ilə bağlı daha bir xəbər var. Söhbət Qarabağ və Neftçi qalmaqalından müzakirəsindən gedir. Ağqaraların baş məşqçisi Yuri Vernidu bu barədə danışıb. Ona həmkarlarımız mətbuat konfransında sual veriblər mövzu ilə bağlı. O isə mənə desələr komandanı çıxaracam, yox, oynamırıq desələr qarşılaşmanın təxirə salınması ilə razılaşacam. Bax, belə bir fikir bildirib, onun yanaşması belədir. Bu mövzunu bir daha xatırlayaq. Qarabağ 2 Newcastle görüşü arasında Neftçi ilə Premyer Liqada üz-üzə gəlməlidir. Ağdam klubu inadla və israrla bu görüşün təxirə salınmasını istəyir. Təqvimin sıxlığı komandanın Newcastle-a səfər görüşünə rahat hazırlaşması səbəbindən. Neftçi isə bunu qəti qəbul etmirdi. Amma son yayılan qeyri-rəsmi məlumatlara əsasən oyun təxirə salınacaq. Çünki məsələ yüksək səviyyədə səs-küy doğurub və artıq Neftçidən hər kəs bunun təxirə düşməsini istəyir. Bəs sizcə hansı qərar doğrudur? Ölkəmizi təmsil edən Qarabağa dəstək olmaq, yoxsa idman prinsipləri və klubun prinsiplərini düşünmək?